Valideynlər narahat olmasın, bizim idman növündə heç bir zədə yoxdur. Rahatlıqla uşaqlarınızı bizim məşqə göndərə bilərsiniz. Ay müəllim, bu öldü müəllim. Dur görüm ayağa. Təbii ki, bu bir zarafatdır. Deməli, əlcək, topuş əlcəkdir, zədə olmasın deyə 20 yaşa kimi başa udar yoxdur. Ümumiyyətlə, aşağını qorumaq üçün bandaj var, heç bir zədə olmasın və şitki var ki, zədə olmasın. Yəni, birinci növbədə artıq MMA-də uşaqları qorumaq üçün, uşaqların gələcəyi üçün zədələrin qarşısını almaq üçün tam ciddi nəzarət edirlər və ayrıca məsəl üçün ağrıdıcı, sındırıcı fəndlərdə tam açılmamış hakim o dəqiqə saxlayır. Daha doğrusu açılan kimi. Yəni gözləmir uşaq təslim olsun. Çünki zədələnə bilər, bir şey ola bilər, uşaq təslim olmaq istəməyə bilər. Yəni tam şəkildə, arxani şəkildə göndərə bilərsiniz. Amma yenə də nəzərə alın ki, yolda gedərkən belə insan yıxılıb zədə ala bilər.